bugün bizim tariximizə qızıl hərflərlə həkk olunmuş aprel döyüşlərinin 4-cü il dönümü münasibəti ilə öz fikrimi silahdaşlarımla, öz döyüş yoldaşlarımla bölüşmək istəyirəm. Aprel döyüşləri bizim üçün ən şərəfli, ən qürur verici, həyatımızın, döyüş yolumuzun ən gözəl səhifələrindən biri idi. Aprel döyüşlərində iştirak etdiyimiz üçün çox sevincliyiz, qürurlu. Çünki öz dədə-baba torpaqlarımız, öz vətənimiz, öz xalqımız üçün döyüşdük. Bizim sıralarımızdan, bizim silahdaşlarımızdan şəhid olanlarımız, qazilərimiz oldu. Amma ölənlərimiz olmadı. Mən ölənlərimiz dedikdə onu nəzərdə tuturam ki, bizi yarıda qoyub, arxaya qaçan və yaxud da digər yollarla döyüşdən yayınanımızı nəzərdə tuturam. Şükür ki, belə hallar olmadı. İnşallah Ailə Baş Komandanımızın, Cənab Müdafiə Nazirimizin ətrafında möhkəm birləşərək biz döyüşçülər onların etimadını tam şəkildə doğrulacaq, işğal olunmuş torpaqlarımızı azad edəcək. O gün çox yaxındadır. O gün bir günə, 2 günə, 5 gün ola bilər. Amma biz heç vaxt torpaqlarımızdan əl çəkməyəcək. Cənab Ali Baş Komandanımız da bir neçə dəfə çıxışlarında bildirib ki, dədə-baba torpağımızdır, ayrılmaz tərkib hissəmizdir. Nəyin bahasına olur olsun, biz azad edəcəyik. Mənim üçün qürur verici olar, mənim üçün şərəf hissi olar ki, bir daha döyüşlərə bölmələrimizlə şəxsiyyətimiz birlikdə atılarıq. O, gözəl üç rəngli bayrağımızı Şuşada, Qarabağda dalğalandırarıq. Aprel döyüşlərində şəhid olan bütün silahdaşlarımızın ruhu qarşısında baş əyir, onların ailələrinə Allahdan səbir diləyirik. Xalqımız tam əmin ola bilər ki, bugün bizim gücümüz, qüdrətimiz hər an torpaqlarımızı azad etməyə, o dədə-baba torpaqlarımızı yenidən qayıtmağa biz o gücə qadirik. İnşallah bu aprel döyüşlərinin şanlı 4-cü il dönümünü bütöv Azərbaycanın il dönümü kimi, bütöv Azərbaycanın birlikdə, bütöv torpaqlarımızın azad olunduğu gün kimi qeyd edərik. Mən Azərbaycan ordusuna xidmət etdiyim üçün fəxr edirəm.